afətimin nuru, könlümün toxtağıdır sizin musiqiləriniz, Şəbnəm xanım. Deyirlər ki, dəstəxət deyil, önəmlisi insanın daxili aləmidir və bu sizdə çox mükəmməl. İzlədikcə sizin səhnələri, səsləndirdiyiniz musiqiləri sanki ixtilat qanadlarında kainatın üzərində uçuram. Və bu ilham məni çox duyğulandırır, şən edir, Şəbnəm xanım. Sizin səsinizin sədası istənən mənfiyyəti təcrid edər adamın abo-havasından. Sizi bizə çox görməsin, yaradan. Şəbnəm xanım, mən sizin yaradıcılıq əsərinizin aşiqiyəm və edirəm bunu bəyyan. Yalan danışmaz sevən ürək, madəm ki, çəkirsə qan, madəm ki, çəkirsə qan.